Deməli yoldaşlar, gəldim qaraja. Keyfim əladır. İşləməyin nastroyenim var, belə deyək. Bu qarajı açım, davam eləyək. Deməli, bismillah, salam aleykum. Belə bir Santa Fe təhvil veriblər mənə. 2014. 2 motor turbin. Avtomobil Müşfiqabad qəsəbəsindən gəlib deyəsən. Qardaş dedi elə. Dərdi nədir? Avtomobilin uteçkası, tok itkisi var, cəryan itkisi var. Onu tapmaq lazımdır. Mən akkumulyatora ayırmışdım. İndi qapıları gərək açarla açaq. Dəqiqə. Deməli belə. Üzürü sayın. Çalışacağım ki, bir kadra çəkim. Tapa biləcəksə, tapa biləcək. Tapa bilməyəcəksə, ustalar, kanala baxan ustalar. Gözümü çıxardım. Deməli, kanala baxan ustalar kömək eləyərlər. Bir yerdə taparıq. Yəni, hər şey alım, o bir nəfəsə video istəyənlər üçün çəkirəm. Gəlin bir yerdə axtaraq. Deməli, məlumat xarakterli demək istəyirəm ki, avtomobilin sahibi artıq akkumulatoru dəyişib və bu nəticə verməyib. Mən də daha avtomobili burada saxlamışdım. İstəmədim ki, bu cəryan itkisi davam eləsin. Ona görə ayırmışım. Ona görə indi biz bir yerdə bu avtomobilə belə deyək də dərdini tapacağıq. Baxaq görək, birinci həqiqətən cəryan itkisi varmı? İndi birinci sübut eləmək lazımdır ki, bunun həqiqətən də cəryan itkisi var. Ondan sonra baxarıq görək, harasından itirir, nə itirir. Ayırmışdım. İndi bizə nə lazımdır? Silahlanmaq. Elektrikin ən güclü bir nömrəli silahı nədir? Multimetr. Düzdür? Yox, bir nömrəli silahı kontrolkadır. Bir nömrəli silahı budur. 2 nömrəli silahı multimetrdir. Ona görə də gedək avtomobili multimetrə qoşaq və bir yerdə axtaraq. Baxaq görək, avtomobilin dərdini aşkar eləyə biləcəyimi. İndi fikrim nədir? Proseduru necə eləmək istəyirəm? Multimetrə qoşandan sonra minus klemasına qoşacağım. Multimetrə qoşandan sonra bütün qapıları bağlayacağım. Əgər kapot da elektronlusu ilə kapotu da bağlayacağım və müşahidə eləyəcəyik. İndi o müşahidə dövrünü sizə göstərmək istəmirəm. Yəni siz oturmaqla 20 dəqiqə, 15 dəqiqə gözləyəsi deyilsiniz, amma nə qədər cəryan çəkir onu göstərməyə çalışacağım. İndi qoşum, davam eləyək. Deməli, qoşum sizə də izah eləyəcəm. Davam eləyək. Deməli, Sumqayıtda belə bir konsert gedir. Bilmirəm, bəlkə futbol var. Səsi gəlir, gəlmir, bilmirəm. Amma gənclər qışqırlar, sallar orada. Deməli, avtomobili qoşdum multimetrə. Buradan deməli, kabelin birini qoşmuşam klemaya. O kabel gəlir 20 amperlik ayağa. İkinci ayaq torpaqlama, yəni komdan götürülür. Yəni grounddan. Gedir klemaya. Qoymuşam 20 amperə. 0,84 amper. Yəni 840 milliamper hal-hazırda cəryan çəkir. Qapıları bağlamışam. Bütün qapıları bağlamışam. Yəni bu qapını da bağlı saxlamışam. Amma belə də yəni buradan ilgəyini keçirtmişəm arxaya. Qapı bağlıdır. Kapotu da buradan basıb dilini bağlamışam. Buradan basmışam. Kapotun dili bağlanıb. Bu da belə. İndi 0,84'ün aşağı düşməsini gözləyirəm. Yol verilən cəryan etkisi 0,7 milliamperdir. Daha doğrusu 0,7 amper. Yəni 7 milliamper. Onda problem yoxdur. Yəni çəkirsə yox. Amma hal-hazırda 840
milliamper çəkir. Bu yaxşı əlamət deyil. Bir də ki, onu da nəzərə almaq lazımdır ki, bu avtomobildə KLSCO var. Yəni avtomobilin açarsız daxil olma funksiyası var. Açarsız daxil olma funksiyası müntəzəm avtomobilin KLS blokunu aktiv saxlayır. Təqribən 600 milliamper o çəkir. Təqribən 600 milliamper. İndi mən bu açarı aparıb elə yerə qoymalıyam ki, mən lap bunu maksimum qaldırıb yuxarı qoymuşam, amma yenə də bu aktivliyini itirmir. Mən bunu aparıb elə yerə qoymalıyam ki, bu avtomobil bunu görməsin. Və tam yatsın və yaxud da ki, mənə lazım olan gərginliyi göstərsin. Lap bir dəfə də açıram qapıları. Oyandı. Yenidən bağlayıram. Bağlandı. Naqillərim qızır. Yox, qızmır. İndi gözləyək. Mən də bu açarı aparım. Qoyum öz maşınıma. Deməli, avtomobilin açarını avtomobildən uzaqlaşdırıram. O KLS sistemini aktiv eləməsin. Və beləliklə biz onun faktiki nə qədər cəryan çəkdiyini görəcəyik. 0,84 hələ ki aktivdir. İndi baxacağıq, görək nə məsələdir. Hələ gözləyirəm. Maksimum düşəndən sonra xəbər eləyəcəm. Yəni təzədən davam eləyəcəm çəkməyə. Deməli, avtomobil demək olar ki, tam olaraq yatdı. Elə mənim multimetrimdə yatdı. 0,3 amper, 131 amper, yəni 310 milliamper cəryan çəkir bu avtomobil hal-hazırda. Artıq yatmış vəziyyətdir. Salonda da hər şey sönüb. Ümumiyyətlə avtomobil sönük vəziyyətdədir. Bitdi, yəni heç nə yanmır. Bəli, biz həqiqətən də görürük ki, bu avtomobildə cəryan etkisi var. Və biz də bu cəryan etkisinin mənbəyini axtarmaqdan ötürü. Amma mən sizə bir söz deyim, təcrübədən, həm də ki, elektronikadan da, belə deyək, elektrikadan sizə bildirə bilərəm ki, yəni 0,3 amper 0,3 amper elə də böyük bir cəryan deyil. Düzdür, akkumulatoru bir neçə günə hesablasaq, 70 amperlik akkumulatordan, bir dəqiqə, yəni 70 amperlik akkumulatordan hesablasaq, bilmirəm nə qədər eləyir, təqribən 9 gün eləyir də. 8 gün, 9 günə bu akkumulatoru öldürə bilər. Tamam, 70 amperlik akkumulatoru öldürə bilər. 60 amperliyi daha tez öldürər. Amma bu itki olmamalıdır. Avtomobil salamat olmalıdır, saz olmalıdır. Sahibini yolda qoymamalıdır. Zəif akkumulator olduğuna görə daha tez ölə bilər. Burada belə bir işlər görülüb, yox. Yəni, axtaracağıq, baxacağıq. Deməli, təklifim ondan ibarətdir ki, bu işığı mən necə eləyim ki, təklifim ondan ibarətdir ki, gəlin, birinci başlayaq qoruyuculardan. Bütün qoruyucuları bir-bir ayırıb, göstəricini müşahidə eləyəcəyik. Baxaq görək, qoruyucuları bir-bir ayırdıqca multimetrin göstərici dəyişəcəkmi və bu dəyişilən göstərici hansı qoruyucuda özünü büruzə verəcək. Niyə? Biz bu cəryan etkisini tapmaqdan ötürü dairəni kiçiltməliyik. Hər hansı bir lokal hissəyə diqqətimizi cəlb eləməliyik. O lokal hissəni aşkar eləməkdən ötürü həmən lokal hissənin qidalanmasına cavab verən qoruyucunu aşkar eləmək lazımdır. Ola bilər, bəli, bu qoruyucudan olmaya da bilər. Yəni həmin lokal hissə belə deyək də, starterdə və ya generatorda da ola bilər. Amma biz ilk növbədə reglamentin tələbinə uyğun olaraq nə edirik? Qoruyuculardan başlayırıq. Mən indi bu qoruyucuların hamısını bir-bir çıxardıb taxacağam, amma sizin vaxtınızı çox almayacağam və sizə bu mövzu barəsində məlumat verəcəm. Başlayıram, yekununu da sizə göstərəcəm. Deməli, qoruyucuların mühərrikxana olan hissəsində bütün hamısını bir-bir ayırdım.
cəryan itkisi dəyişmir. İndi bu cəryan itkisinin əslində hardan olduğunu bilməkdən ötürü salondakı qoruyucuları da göz önünə almaq lazımdır. Tək olduğuma görə biraz mənim üçün çətindir, amma mümkündür. Mümkün olmayan heç nə yoxdur. Ona görə də gedirəm salondakı qoruyucuları ayırmağa. Görsənir? Görsənir. 0,31. Çalışmaq lazımdır ki, qısa qapanma olmasın. Multimetr yana bilər. İndi həqiqətən də bu qısa qapanma salondadır. Bunu görməkdən ötürü qoruyucuların hamısını bir-bir ayırıb baxıb sizə nəticəsini deyəcəm. Gördüyünüz kimi artıq cəryan itkisi yoxdur. Yoxdur deyəndə həmin qoruyucu yoxdur. Gördüyünüz kimi bu qoruyucunu ayırmışam. Belə bir 15 amperlik qoruyucudur. Bu 15 amperlik qoruyucu bizdə multimediaya cavab verir. İndi isə bu multimedia balaca bir şey deyil. Gedək baxaq görək sxemdə bu 15 amperlik qoruyucu hansı hissələri qidalandırır və multimedianın harasına cavab etdi. Sxemi açdım. Santa Fe'dir 2014. Deməli, bizə burada audio sistem lazımdır. Bir də bunun sxemi lazımdır. Gördüyünüz kimi sxem gözümüzün qabağındadır. Həmin 15 amperlik qoruyucu da bu defa buradadır. Deməli, qoruyucunun çıxış hissəsini vururam ki, hara cavab verdiyini öyrənim. Aha. Deməli, bizim həmin qoruyucumuz multimediaya cavab verirdi. Multimedia 15 amper. Bizdə burada var Navigation Head Unit, baş naviqasiya bloku, audio və bu nədir? MTS blok. MTS blok. Baxaq görək bu bizə nə verəcək? Bu MTS. Bir dəqiqə, üzr istəyirəm. Elə də bir şey vermir. Amma indi biz axtarıb tapmalıyıq bu MTS bloku özü harda yerləşir. Nədir bu MTS? Nədir bu MTS blok? Bu multifunction nə bilim transmission bloku. Yox, nədirsə. Aha, burada baxaq. Görək MTS blok varmı? MTS. Mobile telematik sistem. Vururuq üstünə. Bunun da qoruyucusunu tapırıq. Bir də bu bizə buradan gəlir. 15 amperlik qoruyucu bizdə multimedia bayaqki və həmin o MTS blokunun yaddaş paketini qidalandırır. Deməli, bizdə burada 3 dənə şey qidalandırır. $15 amperlik blok. 15 amperlik pedagog deyil. Deməli, multimedianın yaddaşını multimedianın yaddaşını qidalandırır, naviqasiyanın yaddaşını qidalandırır. Bir də MTS bloku qidalandırır. Yaxın olan audio və navigation'da bunlar ikisi də eyni yerdədirlər. Ona görə birinci bunları söküb yoxlamaq lazımdır. Gəlin bunları tapaq. Bunlar çox böyük ehtimal ki, maqnet olan arxasındadır. Maqnet olan özüdür. Gəlin bunları aşkar eləyək, bunları eləyək. Ən axırda bu MTS bloku taparıq. Baxaq görək bu MTS bloku ümumiyyətlə özü harda yerləşir. Birinci mən bunu tapım sizə göstərim. Bir dəqiqə gözləyin. Yoldaşlar, tapdım bu MTS modulu. Bu yerləşir right under of the dash. Dash panel. Deməli, torpedanın altında sağ tərəfdə. Demək, buralarda haradadsa, bu blokdur. Mən də sizə kimi birinci dəfə də oynan işləyirəm.
Siz işləmirsiniz, düzü mən işləyirəm, amma yenə də mən birinci dəfədir bu modulu görürəm. Bura baxacağıq. Birinci gedək maqniti olanın arxasından ştekerini çıxardaq. Baxa görək qısa qapanma bizdə orada və yaxud da ki cəryan etkisi bizdə orada itəcəkmi? Ona görə də birinci qoruyucunu yerinə salmaq lazım idi. Məncə salmışam. Əgər yadımdan çıxmayıbsa. Yox, salmamışam. Qoruyucumuz hardadır? Deməli, bura qoymuşam. Onu yerinə salaq. Baxaq görək nə olacaq. Taxdım yerinə, tərs taxdım, ona yox. Beləliklə bizim multimetr oyandı və görək harda dayanacaq. O dayanana qədər mən də maqniti olanı söküm. Maqniti olanı sökməkdən ötürü hava üfləyici deflektorları, hava yönləndirici, üfləməsini yönləndirən deflektorları çıxardırıq. Bunlar çox rahat çıxır. Belə bir alətlə. Yəni belə bir alətlə siz onları çox rahat şəkildə çıxarda bilərsiniz. Lazım deyil ora əlavə şeylər salmaq. Vəssalam. Bu bir. O birisi də eyni şəkildə. Çıxardım, ardında göstərəcəm. Deflektorları çıxardandan sonra bu hissədə də 2 dənə belənçi bolt şurup samerez görəcəksiniz. Burada da belənçi bolt şurup samerez görəcəksiniz. Onları açırsınız. Yəni mənə açmaq 8 ilə rahatdır. Sizdə vint açandırsa, yəni heç bir problem yoxdur. Yəni onunla da aça bilərsiniz. Çünki bunlar həm də vint açandan açmaq olur. Açım, maqniti olanı çıxardım, davam eləyək. Deməli, bu şurupları açandan sonra böyürlərdən maqniti olanı sadəcə özünüzə çəkirsiniz. Məncə gəlməlidir. Gəlmək istəyir. Bəli. Gəldi. Bizim orada cəryan itkimiz var. 0,21 milyon. 100 milliamper düşüb. Ondan fərq eləmir bizə. Yəni biz onu 0-0'a yetirməliyik də. İndi nədirsə o blokun içində oynayır ora-bura. Ya blokdur, ya indi hansısa lampadır, ya dioddur, nə bilim, bilmirəm. Ya maqniti oladı. İndi baxacağıq görək nə. Mən sirenini dala-qabaq elədim, ona görə tərpəndim. Deyirəm, narahat edəyərim. 0'dan %21'ə düşür. 0'dan %21 miliamper. Deməli var imiş. Deməli gözləyə düşsün. Naxaq tərpətdimi oturacağı? Çünki amma otura bilmirdim də, sürüşürəm, həm də dəridir. 40 miliamper. To ist 400 miliamper. Üzr istəyirəm. Belə ki. Gələk mikrofon alım özümə. Səsim necə gəlir? Mikrofon alınmı? Mən bilirəm bu kontent əsasən ustalar üçündür, amma sizə də avtomobiliniz evdə, yəni rayon yerlərində filan yaşayan sürücülərimiz də bu kontentdən yararlana bilərlər. Yeri gəlmişkən videonu bəyənin. Videoya bir like qoyun. Nə bilim. Pis bir şey yazın. Unlike qoyun. Yaxşı bir şey yazın. Nəsə eləyin də, yəni kanal aktiv olsun. Nə oldu ilişdi qaldı bu? 0,4 milyon. Nədirsə o? Bundan aşağı düşmür daha. 21 olur deyəsən qalır. Vəssalam. İndi biz nə edəcəyik? Maqniti olan arxasında nə varsa hər şeyi ayıracaq. Həm də bu naviqasiya sistemidir. Hər şeyi ayıracaq. Və baxacaq görək bizim bu 0,121 miliamper itkimiz itdimi? İtdisə bizim maqniti olanda problem var. Ayrım davam eləyək. İşığı taxdım başıma və yanır. Ayda maşın açılmalıdır. Gözdən gedim. Açarı gətirim ya içərdən açım. Açarı gətirim. Mexaniki bu qapını açım. Dəqiqə. Çox təəssüf olsun bu qapı. Mexaniki açılmır. Məcbur oldum yenə elektron açarı gətirib. Yəni
keyless, yəni düymə ilə açdım. Yenə də bizdə orada göstərici oynadı. Yenə gözləmək lazımdır. Neçədir görmürəm. Hər neçədirsə. Telematik bloka çatmaq lazımdır. Baxaq görək. Başımıza nə gəlir. Bu ışığım da zəifdir, amma vurur. Burada belə bir yuvacıq var. Bu yuvacıqdan buranı sökək. Birinci barda soka sökmək istəmirəm. Bəlkə buradan görə bilərəm də o bloku. Bilmirəm hardadır o. Aha, deyəsən görsən. Dev. Görsənir. Əl girmir ora. Əl hardan soxum? Nətər ayırım mən. Aha. Deməli, buranı sökək. Demək bu. Bura üstaqdır ki. Nəmdir bura. Demək belə. Bunu da çıxardım. Burada belənci bir ilgəy olmalı. Belə keçid yer olmalı. Keçməyib ki sonra. Keçid olmalı. Belə burada. Deməli, söküm bunu davam eləyək. Bir balaca bunu çıxartmaq çətindir. Burasında klipslər var. İçəridə. Deməli, belə bir oyuq açıldı buradan, amma əl girmir. Görüm, əgər bir tərəlimi soxub oradan işdəkirə çatdıra bilsəm. Deyəsən, çatdırmışam. Bir əllə çəkib, bir əllə işləmək olmur. Ona görə mən üzürü deyəsən, çatdırmışam. Söküm. Çıxardım, davam edək. Yoldaşlar, gücəbillahla da olsa o işdəkir oradan ayırdım. Ayırmışam. Bir də indi maşının cəryan itkisinə baxaq. Buradan da qapını bağlamışam. Yəni yadımızdan çıxmasın buradakı ilgəyə də vurma. Çünki bu qapı da açıq qalır. Demək belə. İnşallah bu ilə də bitər. Çox şey sökməliyik. Heç də sökmək niyyətim yoxdur. Amma keyfim əla idi. Bu maşından məşğul olmaq istirdim. Məşğul oldum. Multimetrdə söndüyü nə qədər işləmişəm amma orada. Demək belə. 0,1 amper yenə də o göstərir. Amma məncə qapıları bir də bağlayıb açmaq lazımdır ki, maşın tam yatsın. Səhv eləmirəmsə. Çünki o telematik blok, audio blok zat, hamısı bunlar bir yerdədir. Məncə bu qapıları bir də açıb bağlamaq lazımdır. Demək belə. Amma azaldı da xeyli. Deməli, effekti var. Deməli belə. Bir də bağlayaq. Bəlkə də yatacaq, amma bilmirəm. Nə vaxt yatacaq? Gözləyək. İndi siz üçün çəkəcəm. Gördüyünüz kimi avtomobil artıq yatdı. Tamam. Orada bir dənə o bloku ayrı saxlayacağım. Qoruyucu yerindədir. Necə tərs taxmışamsa elədir. Və salam. Bu avtomobillə bu qədər. Sahibinə təhvil vermək olar. O telematika bloku dəyişilməlidir. Yəqin ki, içində qısa qapanma var. Mən necə bazardımsa elə söktüm. Da indi sizdə də inşallah, yəni belə deyə, necə deyim sizə, yüngül başa gələn təmirlər arzu edirəm sizə. İndi isə avtomobili yığaq yerinə. Təhvil verəcəm sahibinə. Yolda qalmayın.